İndi sizə Allahın salamı olsun, hidayətə tabi olanlara. İndi sizə bir əslaf barədə danışın, yəni onun əməli xülasədir. Təzəpür məscidinin baş axunduydu, indi dinəm ölüb qalır. O adam, mən yəni kəbini pozdurmaq üçün getdim. Bir də ilk şəhərimi, bir də mən bir əvim sonra, nəsə rədd olsun sonra. O, kim idi adı? Hacı Faiz. Bu Hacı Faiz əməli nədir onun pis əməli? Elə başda onun yaxşı əməlini görməmişəm. Amma zinaya mənə sövq elədim. Amma ki, bəyində qaldı arzusu. Nə verdi sənə, dən oxusa, xülasələşdirin. Nə verdi sənə? Siğə eləmək üçün sən bildi ki, boşanırsan Elmanın. Sonra boşanmışsın, məndə yaxşı, sonra boşandan sonra acığa vurdun, getdin kəbini də elədin. Sonra Elman dedi, get kəbini kəsdirsən, təzdən kəsdirdin. Başıma fırfıra kimi de. Başıma fırfıra kimi fırlanırdı ki, nəysə, xülasə, nə verir sənə? Hacı Faiz məni inandırmaq üçün, o oğrar əslində, inandırmaq üçün, amma sənə heç eləməyib, əldə vurmuşsan. Dağın demək, kitab verdi də qalan, siğənin gödə, siğənin savabları, nədir? O kitab dəhşət, nəysə, sən oxumadın, amma açdın, nə oldu? Biraz oxudum, baxdım əslində. Neynədim sonra? Apardım o kitabı, o qədər ağırlıq var idi o kitabda, o qədər əsəb gəldi mənə. Apardım Şuşa Parkı, restoranı var idi, o Dejinski Parkının, indi Sökübə, Çapayevdə, orada ağacın dibində bastırdım, sonra da niyə? Çünki eşitmişdim o vaxt ki, Allah adı yazılan söz varağı, yəni ya dənizə atmalısan, ya da ağacın dibində bastırmalısan, nəsə bu heç. Sonra son bildik, yaxşı, deyil, yaxşı. Qəri şəkəl ki, niyə heç deyil? Hacı Faiz heç. Yox, Hacı Faiz heç deyil, yaxşılığında sonra. Hacı Faiz sonra öyrəndim ki, Qafqaz müsəlmanları Zahirət Sizası ilə ona zəng eləyəndə o nömrə o vaxt var idi, sən də boşun. Hacı Faizlə sporlaşırdın ki, Quranda bu ayə yoxdur, niyə belə təbliğ edirsiniz falan. Evdən zəng eləyirdim, bu da səni mütəşabih ayələrlə, yəni açıqlar, mütəşabih ayələr odur ki, yəni açıqlayanı olan, təkrarı olan, yəni açıqlayanı olan mütəşabih ayələr, yəni Quran puzzle kimidir, oxuyulandan sonra, yəni bir-birinə, yaxşı, nə deməksin? Bütün Quranı oxuyur, ayələr puzzle kimi nə demək? Yəni 10 yaş sözdür. Mütəşabih ayələrdən istifadə edib, yəni Hacı Faiz kimlər neyinirlər? İstədikləri don geyindirirlər, istədikləri üçün yorum verilir. Və onun bir əzlaf, amma bütün müsəlmanlar edir, ona görə də bugün də onu da denir əslində. Hacı Faiz dedilər ki, o belə bilir, belə bir nömrədə zəng eləyəndə Qafqaz müsəlmanları və nədir? Dini qurum və nə idi? Nəysə, o vacib deyil. Oradan o tərəfini saxlayan adam dedi ki, əslində müsəlmanlar səhv edir 3 növ. Birinci müsəlmanlar Hacı Faiz kimi minirlər, Quranı oxuyurlar, necə avazla, əslində tilavət eləmək, hətta buna yarış keçirirlər. Bir dənə də o birisində heç yox. Mən elə bir lalə Quran oxumaqda vaxtlayırdı, ona görə apardım Hacı Faizin yanına. Hacı Faiz də dedim ona Ayətəl Kürsü yaz.
Evə bilirdim, o vaxt dua yazıb, burada saxlamaq. O da Ayətəl Kürsünü sən sinədə üstündə saxlamaq xeyri var. Elə bilirdim. O Ayətəl Kürsünü yaza, o 2-3 dəfə, 3-4 dəfə kitaba baxdı. İnan ki, Ayətəl Kürsünü yazmağı da bacarmır, amma onun ərəbcə bildim. Amma onun kitabı var, çıxıb mən almışdım. Ya özü vermişdi deyəsən. Məsciddən axır ki, çox danışıq olan şeylər deyədim, çox xazin aldığım vacib deyil. Onun kitabı, yəni Quranı oxumaq, öyrənmək, hərfləri əvvəlcə, nəsə hərfləri Quranı oxumaq, öyrənmək üçün kitab idi. Müsəlmanlar ona görə bu gündər ki, olmaz. Birinci yer tutub dedilər oradan nömrədə zəng edən Hacıbay, həm dünya üzrə keçirilən Quranı necə oxuyurlar, avazla oxuyurlar. Birinci yer tutubsa da o yaza bilmirdi, sözündən bir Ayətəl Kürsü, nəysə. Sonra dedi, Quran təhrif edir, əclasdır. Sonra müsəlmanlar ona görə bu günlərdir ki, birinci səbəb elə odur. Allahımız buyurur ki, Quranı tilavət edin. Yəni ki, necə? Quranı tilavət edin. Yəni, tilavət edin deyəndə, tilavət sözünün mənasına baxanda, izahlı lüğətdə bir mənası avazdırsa, avazla yansır. Onu götürürlər müsəlmanlar. Çox sevirlər ki, Allahı və Quranı sevənlər. Mən hətta görmüşəm, uşaqlar nəysə, üzündən qan axa-axa, o müharibə ölkələr nəysə, o vəziyyətdə, yaralı vəziyyətdə nəysə, pis oldu, ağlıyor, nəysə. Sonra əslində Quran tilavət edin, yəni digər mənası nədir? İzahlı lüğətdə digər mənası nurlanıb nurlandırın. Yəni nurlanıb nurlandırın. Yəni oxuyun və onu yaşayaraq digərlərinə də çatdırın. Quran Allahın sözləri, hökmləri, öğüt nəsihətləri və bildirdiyi qissələrdən bildirdiyi, peyğəmbərlərin həyatından bildirdiyi heç vaxt musiqi şəklində oxunmağa layiq deyil. Allahı uca tutsunurlar. Ya da ki, Allahın ilk əmri var, oxu. Yaradan Rəbbin adı ilə oxu. Ələq 96-cı surənin 1-ci ayəsidir. Nə fikirləşdir? Mollalar qoymur da oxumağa. Niyə? Ərzin altında da kitab oxuyur. Əlbəttə oxumalı, amma Elşad Mirzən öyrəndiyində ki, oxumaq lazımdır. Sən də ərəbcə oxuyursun. Hələ mən də avazla oxuyursun. Lənət şeytan. Tüm güc qüvvət yalnız Allaha məxsusdur. Allah bizimlə olsun.